العالمين لتراب مقدمه الفداه. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. ومن المؤمنين صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا. صدق الله العلي العظيم. Ey əzizi Həzrəti Zəhra, salam olsun sənə. Ey şəhidi əsri Aşura, salam olsun sənə. Hüseyn, ey ruhi ba iman, salam olsun sənə. Köynəyi pirahəni Qur'an, salam olsun sənə. Ey Hüseyn, ey Hovz-i Kevser ləblərin altda nihan, aləm eyrandır bu qüdrətlə kim verdin təşnə can. Şərbətin zəhrabeyi şəmşir, qüslun oldu qan. Həm susuz, həm sahibi dərya, salam olsun sənə. Həm susuz, həm sahibi dərya, salam olsun sənə. Salam olsun Əbu Abdillah Hüseynə, bütün aşiqlərindən və xüsusən bu cəmdən. Allah ziyarətin lütf eləsin, nəsib eləsin, qiyamətdə şəfaətindən ayrı salmasın. Allah Hüseyn, Hüseyn deyən dillərimizi lal öldürməsin inşallah. Əzadarlıq məclisidir. Hər il Məhərrəm söhbətlərində İmam Hüseyn əleyhissalamın təziyyəsində İmam Hüseynə əzadarlığın mahiyyəti açıqlanır. Buna çalışırıq ki, İmam Hüseyn əleyhissalama yas saxlamağın, əzadar olmağın mahiyyətini çatdıra bilək və özümüz də bu yolda İmam Hüseynə həqiqi əzadarların cərgəsində qədəm tutmuş olaq. Və xüsusən gənc nəslimiz, gənclərimiz, cavanlarımız bu mövzuda maariflənməlidir, bilməlidir, kifayət qədər məlumatı olmalıdır. Qarşıya çıxan şübhələrə cavab verməyə gücü olmalıdır. Və bu mövzuda düşünürəm, bəzi hallarda ruhanilərin üzərinə böyük məsuliyyət düşür ki, biz Kərbəla hadisəsinin təkcə tarixi və o tarixdə baş vermiş hadisələri qeyd etməzdən öncə biz nə üçün bu tarixi hadisəni yaşayırıq, niyə xatırlayırıq, biz niyə hər il məscidə cəm oluruq sualına düşünürəm ki, cavab tapa bilsək, bizim xüsusilə gənclərimizə bu cavabı təhvil verə bilsək, xoş halımıza. Bizim böyüklərimizi, ağsaqqallarımızı bundan bu tərəfə qiyamətə qədər heç kəs nə çaşdırandır, nə vəsvəsə eləyəndir, nə onları İmam Hüseyn qapısından heç kəs bundan sonra uzaqda sala bilməz. Amma gənclərimiz bugün təhlükə ilə üz-üzədir, xüsusilə yetkinlik yaşına çatmış gənclərimiz ki, sosial şəbəkə üzərindən onlara təsir göstərilir. Hər il olduğu kimi Məhərrəm ayı başlamazdan öncə hətta o zəhərli, düşüncəli insanlar doluşurlar, tökülürlər və məqsədli şəkildə insanları İmam Hüseyn əleyhissalamın əzasında iştirak etməkdən sanki soyutmaq istəyirlər, onların düşüncəsinə təsir edirlər. Buna 3-ü, 5-i bu təsir altına düşməsə də biri düşür, ikisi düşür. O da bizim üçün böyük bir itki hesab olunur. Ona görə böyük alimlərimiz, hətta mərcə-i təqlid alimlərimiz tövsiyə edirlər ki, insanlara əzadarlığın mahiyyətini çatdırın. Biz İmam Hüseynin niyə əzasını saxlayırıq, niyə qara geyinirik, niyə mərsi oxuyuruq, niyə sinə vururuq? Bunun əslin, mahiyyətin insanlara çatdıraq. Mən də bu mövzuda qısaca bugün nəzərdə tutmuşam, biraz danışım.
bir 2 gecə, 3 gecəni bu mövzuya həsr eləyərik və ondan sonra Kərbəlada digər mövzular var ki, onlara da inşallah zaman-zaman işarə eləyərik növbəti gecələrdə. Əzadarlıq, əza sözü bilinir, yas, hüzün. Yəni, qəm və hüzün olan yerə əzadarlıq məclisi deyilir. Adından göründüyü kimi burada şadlıq yoxdur, burada sevinc yoxdur, burada hüzün var. Əzadarlıq etmək sözü xatırlamaq, yada salmaq mənasındadır. Yəni biz əzadarıq, yəni biz xatırlayırıq, biz yada salmaq istəyirik. Kimi? O şəxs ki, onun başında müsibət var. O kəs ki, müsibətə düçar olub. O kəs ki, ona müsibət üz verib. Müsibət üz verən tərəf bəllidir. Seyyid-i Şühəda İmam Hüseyin və balaları, ailəsi bu tarixi hadisədə bu müsibətə düçar olmuş şəxslərdir. Biz niyə xatırlayırıq? Müsibət baş vermiş şəxslə, başına müsibət gələn şəxslə bizim onu xatırlamağımızın nə əlaqəsi? Quran neçə-neçə ayədə keçmişdə baş vermiş hər hansı ciddi bir hadisənin, önəmli bir hadisənin danışılmasından yanadır. Məsələn, buyurur ki, وَكُلَّنْ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ Peyğəmbərimizə buyurur ki, ya Peyğəmbər, mən sənə keçmiş Peyğəmbərlərin başına gələn hadisələri danışdım, qissələri danışdım. Keçmişdə baş verən hadisələri sənə danışdım. Kərbəlaya keçmiş bir tarixi hadisə olaraq baxanlara cavab var burada. Allah Teala Peyğəmbərinə bildirir ki, mən sənə keçmişdəki Peyğəmbərlərin də başına gələn hadisələri danışdım. Mən sənə Adəmdən danışdım, Nuhdan danışdım, İbrahimdən danışdım, Musadan danışdım, Xızırdan danışdım, İsa'dan danışdım və ilə maşallah bir çox Peyğəmbərin qissəsini danışır. Allah kimlər ki soruşacaq, Peyğəmbər bizim nə əlaqəsi keçmişdə Musanın qövmündə nə baş verib? Bizlə nə əlaqəsi İbrahimin qövmündə nə baş verib? Bu sualı soruşanlara cavab olaraq bildirir ki, ma nusabbitu bihi fuadak. Bunları səni ona görə danışırıq ki, bunlar sənin qəlbini möhkəmləndirəcək. Yəni səni dözümlü eləyəcək. Səni bu yolda istiqamətindən çıxmamağa kömək eləyəcək. Sən biləcəksən bir Peyğəmbər olaraq ki, bu çətinliklər, bu müsibətlər, bu hadisələr ki, sənin başına getirirlər, bunları keçmiş Peyğəmbərlərin də başına getirib. Və bu hadisələri bilməklə sən işində daha möhkəm olacaqsan, daha səriştəli olacaqsan və daha müvəffəq olacaqsan. Bəs xatırladır Allah keçmişi. Allah keçmişin unudulmamasını istəyir. Keçmişin xatırlanmasını istəyir. İnsan qəflət eləyir, insan unutqandır. Allah deyir ki, xeyr, bəzi şeylər var ki, insan onları unutsa, insan çox şey itirəcək. Bəzi şeylər var ki, insan unutsa, o zamanda əldə eləmək lazım olan bir şey itirəcək, bir dəyəri itirəcək və bir ömür peşman olacaq. Nə çox olub insanlar unutqanlığının nəticəsində ömürlük, əbədi ziyana düşüblər. Bəs əzadarlıq yəni xatırlamaq, yad eləmək. Biz bugün yad eləyirik. Əzadarlıq keçiririksə yad eləyirik. İmam Hüseyni yad eləyirik. Kərbəla şəhidlərini yad eləyirik. Quran deyir, unudulmasın. Unudulmasın gərək. Hər vaxt bu hadisələr danışılsın. Quran ümumiyyətlə bəzi mövzuların hər zaman yadda qalmasından yanadır. Hər zaman o mövzular gərək xatırlansın. Quran deyir, unutmasın gərək. Unutmasın gərək deyir, insan Allah'ın unutmasın. Heç bir halda Allah'ın unutmasın. Allah'ı zikr edin, Allah'ı yaddan çıxartmayın. Allah'ı hər zaman yad edin. Allah'ı unutmayın. Allah'ı yaddan çıxartmaq
böyük fəlakətlərə səbəb ola bilir. Kərbəla hadisəsində də səbəblərdən o cinayətə əl vurmalarından, səbəblərdən biri də Allahın unudulması idi. Allah unudulmuşdu o cəmiyyətdə, Kərbəla hadisəsi baş verdi. Allah deyir, gərək xatırlansın, unudulmasın Allahın nemətləri. Allahın nemətlərini hər zaman yad eləyin, xatırlayın. Allah deyir, gərək unudulmasın, sən insanı niyə yaratmışam, nə üçün yaratmışam, səndən nə istəyirəm, məqsədim nədir, hədəfim nə idi sənin üçün? Bunu gərək unutmayasan. Gərək insan unutmasın, ölümün unutmasın, qiyaməti unutmasın, hesab kitabı unutmasın, qəbirdə sorğu-sualı unutmasın, cənnəti unutmasın, cəhənnəmi unutmasın. Bax, bütün bunların xatırlanması üçün Allah peyğəmbərlər göndərib, səmavi kitablar göndərib və hey bizə xatırladır. Fəzəkkir, innəmə əntə muzakkir, innəmə əntə munzir. Peyğəmbər onlara xatırlat, yadlarına sal. Bəs Quran yadda salmağın tərəfdarıdır. Quranın əsas xətti budur ki, insanlar unutmasın. Niyə Hüseyni yada salaq? Onun üçün 2 dənə ayə oxuyacağım. Bir ayəni də saxlayaraq inşallah növbəti gecəyə. İbrahim surəsinin 5-ci ayəsi. Allah Teala buyurur ki, وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا. Bayaq dediyim mövzudur. Keçmişdə baş verən bir hadisəni danışır. Buyurur ki, biz Musanı öz nişanələrimizlə qövmünə tərəf göndərdik. Niyə göndərdik? Ən əxric qavməkə minəz-zulmat ilən-nur. Göndərdik ki, qövmini zülmətdən nura çıxartsın. Zülmət, cəhalət, nadanlıq, küfr. Nur da hidayət, həqiqət, iman. Musanı bəzi ayələrimizlə qövmünə tərəf göndərdik ki, qövmünü azğınlıqdan, zəlalətdən, cəhalətdən xilas eləsin, çıxartsın, onları hidayətə tərəf aparsın. وَزَكِّرْهُمْ və Musaya əmr etdik, bildirdik ki, وَزَكِّرْهُمْ onların, yəni qövmünün yadına salsın bi-əyyamillah, Allahın günlərini. Allahın günlərini Musaya dedik, qövmümün yadına sal, onlara xatırlat. Niyə Allahın günlərini xatırladaq, elə girmirik ora, Allahın günləri nə deyə keçmirik. Allahın günlərini xatırlat. Niyə? İnnə fī zālikə lə āyātin li kulli səbbarin şəkur. Bu xatırlamada bütün səbr edən və şükr edənlər üçün nişanələr var. Bax, 2 dənə xüsusiyyətdir Allah. Bütün səbr edib, şükr edənlər üçün nişanələr var o günləri xatırlamaqda. Yəni Allah yolun getmək istəyən yolçu, Allaha tərəf getmək istəyən, addımlayan şəxs mütləqdir gərək keçmişin gedişatından agah olsun, xəbərdar olsun. Mümkündür insan keçmişdən qəflət eləyib düzgün gələcək yaşasın. Keçmişdən bilməlidir. Əli əleyhissalam İmam Həsənə vəsiyyətində yazırdı, deyir, oğul, mənim az ömrüm oldu, amma çox müvəffəqiyyətim oldu. Niyə görə belə oldu? Dedi, mən əgər hər dəfə təcrübədən bir səhvi sınaqdan keçirtsəydim və onun səhv olduğunu bilib sonra gedib başqa bir işin dalınca düşsəydim, yenə onu təcrübədən keçirtsəydim, ona ömür çatmaz ki. Mən necə elədim, qısa bir ömürdə dəyər qazana bildim. Həzrət buyurur ki, fəkkərtu fi asarihim. Keçmişi yaxşı təhlil elədim. Keçmişin xəbərlərini diqqətlə dinlədim. Onların hadisələrində təfəkkür elədim. Onların etdiyi səhvi təkrarlamadım. Onların elədiyi düzləri yerinə yetirdim. Ona görə qısa ömrümdə müvəffəq oldum. Əli oldum, buna görə əli oldum.
Allah bildirir ki, ya Musa, qövmüvə tapşır, Allah günlərini insanlara xatırlatsın. Allah günləri nədir? Sual eləyin, Allah günləri nədir? Məgər bütün günlər Allahın deyil? Bəli, bütün günlər Allahındır. İndi Musa oturub 365 günün, hər günün təkrarlamalı idi insanlara. Bu ayədən bu çıxır, xeyr. Bu bihuda bir şeydir. Allah günləri deyəndə deməli burada məqsəd var. Önəmli günlər. O günlər ki, o günlərdə əlamətlər, hadisələr baş verib. Onlar Allah günləri sayılır. Əyyamullah. Elə bu sözü bu cürdə yadda saxlayın. Heç Allah günləri deməyin. Əyyamullah, yəni Allahın günləri. Hansı günlərdə olar? Bütün günlər Allahındır. Amma dünyada bəzi hadisələr baş verib ki, o hadisələrdə bir təlatüm olub, bir tərpəniş olub, bir oyanış olub. Təfsir alimləri yazırlar, Allah günləri neçə dənə xüsusiyyəti var. Deyirlər, peyğəmbərlərin tağuta, zülümkara, fəsad eləyənlərə, peyğəmbərlərin işinə maneçilik törədənlərə qalib gəldiyi günlər əyyamullahdır. O gün için Musa Fir'ona qalib gəldi, əyyamullah oldu. O gün oldu əyyamullah. Yəni Allah Musaya deyir ki, o günlər xatırlansın. O gün ki İbrahim peyğəmbəri Nəmru attırdı ateşin içinə ki yansın. Dünyada bir nəfər var idi, Allahı tanıyıb, Allaha ibadət edən, insanları Allaha dəvət edən, onu da Nəmrud göstəriş verir ki, yandırılsın. Attılar İbrahim'i, o da Allah istəmədi İbrahim yansın. Allah istəməsə o iş baş tutmayacaq. Biz demirik, dünya ilə möcüzə üstündə fırlanır. Yox, təbii hadisələr baş verir. Amma bir şey unutmayaq. Məqsəd, hədəf, sonluq önəmlidir. Sonluq önəmlidir. Sonluq da vəl-aqibətu lil-muttəqindir. Sonluq təqva əhlinindir. Sonluq, gözəl sonluq təqva əhli. İnsan təqvalı olsa, işin təqvanla idarə edə bilsə, gözəl sonluq onundur. Müvəqqəti çətinliyə düşsə də, o çətinlik 40 ildə keçsə, 70 ildə keçsə, sonluq nəticə onundur. Peyğəmbərlər 1001 zülüm çəkib. Elə bir neçəsini dedim. İbrahimi məsələn, Həzrət İbrahim. Hər şeydən məhrum elədilər bunu, yandırırlar. Hamıda tamaşa eləyir. Allah deyir, o da əmr elədim ki, İbrahimə qarşı sərin ol və onu salamat saxla. Od, tonqal, taxta, ağac, bunlar yanıb bitəndən sonra görürlər İbrahim oturub, İbrahimin yanında küllər tökülüb yerə, İbrahimə yaxın olan yerdən gül çiçək çıxıb. O istidən, o hərarətdən gül çiçək çıxıb. Deyir, o gün ki İbrahim Nəmrunun ateşindən xilas oldu, o günün də adı Əyyamullahdır. İndi iki misalla istəyirəm diqqətinizi yönləndirim. Əyyamullah, yəni o gün ki dünyanı lərzəyə gətirir bu hadisə. Allah düşmənlərinin zəlil olan günü Əyyamullahdır. İnsanların ibrət alacağı dünyada baş verən hər hansı bir hadisə, fövqəl təbii hadisə belə olsa, Əyyamullahdır. Bidətlərin aradan qaldırıldığı gün Əyyamullahdır. Allahın insanları, bəndələri hər hansı bir formada imtihana çəkdiyi zaman, gün, ay, il Əyyamullahdır. İnsanların hidayət səbəbi olan, baş verən hər hansı bir hadisə Əyyamullahdır. Həzrət Musa əsasın vurdu, Nil çayı ikiyə bölündü. Əyyamullah idi. Və peyğəmbərlərin dünyaya gəldiyi gün, imamların dünyaya gəldiyi gün, bunların dünyadan getdiyi gün Əyyamullahdır. Aşura Əyyamullahdır.
İmam Hüseynin təvəllüdü əyyamullahdır. İmam Hüseynin şəhadəti əyyamullahdır. Deməli, biz özümüzdən yox, öz istəyimizdən yox, bura cəm olmuşuq Allah ayəsinin şəri hökmünü icra eləməyə cəm olmuşuq. Allah istəyir bizdən biz Hüseyni yad eləyək. Allah istəyir Aşura unudulmasın. Çünki Aşura hər hansı bir xalqa, hər hansı bir millətə, hər hansı bir keçmiş zamana aid olan, tarixdə qalan saxta bir qəhrəmanlıq salnaməsidir. Kərbəla bütün dünyaya car çəkən, haqqı tərənnüm eləyən və batillə mübarizə aparan bir dənə cərəyandır. Hər zaman yaşayır, hər zaman diridir, hər əsrin insanının qavraya biləcək həqiqətləri çatdırır. Aşura bu gücə malikdir. Allah deyir ki, fəzəkkir. Bunu gərək xatırlayasan. Bunu xatırlamamaq nankörlükdür. Aşuranı qeyd etməmək Allah ayəsinə qarşı çıxmaqdır. Yaxşı, Aşura əyyamullahdır. Biraz da açaq bir sözü. Aşurada nə baş verdi ki, Aşura əyyamullah oldu? Aşurada o baş verdi ki, bir nəfər din yaşasın deyə, İslam dini və İslam dinində olan bütün dəyərlər itməsin deyə, Peyğəmbər yaşasın deyə, Kəbə öz hörmətində qalsın deyə, Quran müsəlmandan oğurlanmasın deyə, müsəlmanın ehtiramı sınmasın deyə, müsəlmanın namusu, malı təcavüz olmasın deyə, müsəlman dinsiz bir vəziyyətə düşməsin deyə bir nəfər canın sipər elədi, hər nə vardı hazır oldu, hər şeyindən keçdi və bütün hər şeyi də qoruya bildi. İndi düşünün, bu Aşuranın, bu şəhadətin, bu məktəbin əyyamullah olmağa daha çox səlahiyyət var o birlərdən, yoxsa yox? Bir iş gördü İmam Hüseyin ki, nəinki Ərəbistanı, nəinki Afrikanı, nə bilim, nəinki başqa bir coğrafi yeri, bütün dünyanı əhatələyəcək, dalğası bütün dünyanı titrədəcək bir sözlər deyir, bir hərəkət eləyir. Dünən gecə dedik, İmam Hüseyin əleyhissalam yatağında öldürülsəydi, bunlar danışılmazdı. İmam Hüseyinə Məkkədə sui-qəsd eləsəydilər, heç kəs danışmayacaqdı. Heç bilməyəcəkdik də. Vallah bilməyəcəkdik. Necə bilməyəcəkdik? Elə belə sıradan deyəcək ki, məsələn, imamı qətlə yetirdilər. Naməlum insanlar qətlə yetirdi. Lap məlum olsa da, o birilərin adı bəllidir də. Biri zəhər verib, biri belə eləyib, biri belə eləyib. Elə o cür olacaqdı. Amma İmam Hüseyin gördü ki, ölüm ölümdür, şəhadət şəhadətdir. Amma elə bir formada bu dünyadan hərəkət etmək, elə bir səliqəli nizam düzən qurmaq lazımdır ki, o ölüm səni həmişə yaşatsın, səni həmişə diri saxlasın. Necə ola bilər insan ölsün və həmişə diri olsun? Bax, hamımız bilirik. Yeganə ölümdür ki, ölməyi ilə dirilik tapır, əbədi dirilik tapır, şəhidlikdir. O ölümə çata bilmək arzusu bütün insanlarda var. Hətta məsumlar belə Əli əleyhissalam dəfələrlə dua edirdi, Allah mənə şəhadət qismət elə. Ta inki Peyğəmbərin mübarək dilindən eşitdi ki, ya Əli, sən Ramazan ayında şəhid olacaqsan. Ondan sonra sakitləşdi. Məsum şəxsin belə sonunun şəhid olmasının arzuladığı bir ölüm formasıdır ki, şəhadət. Necə baş verir bu? Şəhid ölümü ilə, dünyadan gedişi ilə, olsa hərə bir formada ölür. Biri qəzada ölür, biri xəstələnir, ölür, biri yatır, durmur, ölür. Amma bir cürə ölüm var ki, ölür, ayıldır gedir. Ölür, düşüncələri ayıldır. Əsrlər kəşf eləyə bilmir. Düşünür, təfəkkür eləyir, alimləri düşünür. İndi biz oturmuşuq balaca, məsələn, ağlımızla fikirləşirik, istəyirik bir şeyə çatdıraq beynimizi ki, bir şey kəşf eləyək bu gecə. Alimlər, mütəfəkkirlər, filosoflar otururlar, baş sındırırlar.
Kərbəla hadisəsində İmam Hüseyn neynədir ki, belənçiyinə bir təsir qoydu? Nə iş gördü? Bax, ona görə deyirəm, İmam Hüseyn əleyhissalam əgər yatağında qətlə yetirilsəydi, heç bugün bunlar danışılmayacaqdı. İmam Hüseyn şəhadətinin yolun özü çəkdi. Ağıllı şəkildə çəkdi. Elə bir forma yaratdı. İslamı izzətdə elədi. Elə formada şəhid oldu ki, özü də izzətə çatdı. İslamı da izzətdə elədi. Və ondan sonra, özündən sonra bütün imamların İmam Hüseyn hərəkətini təkrarlamağa da ehtiyac qoymadı. Belə bir hərəkət elədi. Ona görə dünya borcludur Hüseynə. Dünya, müsəlmandan getmir söhbət. Gedin, baxın, qeyri-müsəlmanlar, Məsihi alimləri İmam Hüseyn barəsində bir kitab var. Qalın, belə ciddi kitab var. Məsihiyyət alimlərinin İmam Hüseyn üçün dedikləri. Avropa alimlərinin İmam Hüseyn üçün dedikləri. Elə biz müsəlmanlar ki, onun fəzilətindən, elmindən danışırıq, bitmir, tükənmir, saysızdır, hesabı. Baxın, görün, dünyanın mütəfəkkirləri Hüseynə necə baxır. Məsihiyyət deyir ki, əgər bizim bir Hüseynimiz olsaydı, biz külbaşlarında dini təhrif olmazdı. Heyf, 100 heyf, bizim Hüseynimiz olmadı. Bizim kitabımızı təhrif elədilər, nağıl kitabına çevirdilər, dinimizi əlimizdən aldılar. Əgər bizim də Hüseynimiz olsaydı, bizim də dinimiz İslam dini kimi həmişə qalacaqdı. Etiraf edir. Hüseyn dini qorudu, dini saxladı. Bax, əyyamullah gərək yad olunsun, gərək Hüseyn yad olunsun, Allahın əmridir. Və bu məclis də o məclislərdəndir ki, İmam Hüseynin Kərbəlada dedikləri, danışdıqları, hərəkatı hamısı danışılır, möminlərin xidmətinə çatdırılır. Bugün ikinci günüdür Məhərrəmin, ikinci gecəsidir. Tarixdə bu cür qeyd olunur. İmam Hüseynin karvanı Kərbəlaya bugün çatır. Tarix belə bir karvan görməyib. Tarixdə belə bir karvan, belə bir səfər olmayıb ki, səfər əhli hamısı behiştlik olsun. 6 aydır yollardadır İmam Hüseyn. İmam Hüseyn 6 aydır yollardadır. İmam Hüseyn dünən çıxıb, bugün gəlib Kərbəlaya daxil olmayıb. 6 aydır yollardadır. Mən sizə deyim, Mədinədən açan çıxıb İmam Hüseyn, ad günü təvəllüdü ki, Şaban ayının 3-üdür, İmam Hüseyn əleyhissalam o Ərəfədə çıxır. Mədinədən çıxır. Şəhər gəzir. Ta istəyir məqsədin, məramın insanlara çatdıra. Məkkəyə gəlir. Görür Məkkədə İmam Hüseyn əleyhissalamın həyatı təhlükədədir. Canı üçün yox, Kəbənin canı üçün Məkkədən də çıxır. Deyir, əgər bunlar həyasızdılar, məni Kəbədə öldürsələr, Kəbə Allah orada qan tökülməyi qadağan eləyib. İmam görür, bunlar İmam Hüseyni Kəbədə öldürmək istəyir. Həcc mövsümündə, İmam Hüseyn də həccədədir. Həzzət deyir ki, yox, mən həccimi yarımçıq saxlayıram Kəbənin ehtiramına. Bu evdə qan tökülməsin. Qurbanlıqdan qabaq çıxır. Və nəticədə gəlir, yetişir İmam Hüseyn əleyhissalamın karvanı Kərbəla çölünə. Deyir, elə ki, Kərbəlaya çatdılar. İmam Hüseyn deyanda deyir, düşdü deyir, atından yerə, götürdü deyir, torpaqdan və bu cümləni dedi. Allahümmə inni əuzu bikə minəl kərbi vəl-bəla. Allah, sənə sığınıram qəm və qüssədən. Kərbəla, qəm, qüssə. Yerin adını soruşdu, bir nəfər gəldi, İmam Hüseyn əleyhissalam o yerin adını dedi, Həzrət göstəriş verdi, dedi, burada düşməliyik, burada xeymələr qurulacaq. Deyirlər, görürlər, Həzrəti Zeynəb salamullah aleyha İmam Hüseyni çağırdı. Dedi, Hüseyin can, bura nə yerdi belə? Ürəyimi qəm bürüdü, qəm sıxdı məni. Həzrəti Zeynəb İmam Hüseyndən bunu soruşanda deyir, ağa buyurdu ki, bacı Zeynəb, bura o yerdir ki,
mənə vəd olunmuşdu. Bu yeri mənə demişdi cəddim Rəsulullah. Bir əzlət göstərdi, dedi, bax, burada balalarımı şəhid eləyəcəklər. Burada qızlarımın əlin qolun bağlayıb əsir aparacaqlar. Xeymələrimizi yandıracaqlar. Hamısını bir dedi, deyir Həzrət. Deyir, Həzrəti Zeynəb istəyirdi kəcavədən düşsün, Həzrəti Əbəlfəz ağa gəldi qabağa, Əli Əkbər ağa gəldi, İmam Səccad gəldi, dizlərini deyir, qoydular yerə, əlini uzatdılar, Həzrəti Zeynəbi deyir, kəcavədən düşürtdülər yerə. Ravi deyir, mən Məhərrəmin ikisində görürdüm bunu. Dedim, bəhbə, sən xanımda əzəmətə bax, cəlalə bax, izzətə bax, bütün qardaşı, evladları, əzizləri Həzrəti Zeynəbi kəcavədən bu hörmətlə, izzətlə düşürtdülər. Deyir, amma üzü dönsün fələyin, Məhərrəmin 11-ci günü idi, səhər çağı idi, deyir. Əsirləri aparırdılar, uşaqları, qızları mindirdilər dəvələrə, gördüm, deyir, Zeynəb baxır sağa sola. Baxır sağa sola, deyir, üzün tutdu qətligaha, dedi, Hüseyin, Əbəlfəz, Qasim, Əli Əkbər, hardasız? Zeynəbi kəcavəyə mindirən yoxdur. Mən gələndə bu çölə gəlmiş idim yavər ilə. Mən gələndə bu çölə gəlmiş idim yavər ilə. İndi amma gedirəm şimri cəfa pərvər ilə. Dur dua eylə. İmam Hüseynə deyir, dur dua eylə məni bu kəsilən əllər ilə. İmam Hüseyn əleyhissalama deyir, Hüseyin dur dua eylə, bacı yola sal, bacın adamsız gedir bu şəhərdən. 7 gecə, 8 gecə Həzrəti Zeynəbin saçları ağardı. Nə qəmlər, nə müsibətlər üz gətirmədi. Yol boyu deyir, hər dəfə bir çətinliyə düşəndə deyir, baxardı İmam Hüseynin deyir, nizə üstündə deyir, başına. Bir yerdə var, Həzrəti Zeynəb başını vurur məhvilə. Deyirlər, o yerdir ki, diyandı, deyir, baxdı İmam Hüseynin, deyir, o nizədə başına. Bu vəhşiliyin, gör, nə boyda təzahürüdür ki, bacının, evladlarının, uşaqlarının gözü qabağında bir şəhidlərin başını aparırdılar ki, bunlar görsünlər, bunların ürəkləri yansın. Deyir, Həzrəti Zeynəb diyandı, deyir, başını vurdu o nizə ki, İmam Hüseynin başını, deyir, aparırdı. Həzrəti Zeynəb baxanda, deyir, ona, dedi ki, Hüseyin, hər şeyi düşünmüşdüm, hər şeyi gözümün önünə getirmişdim, hər şeyi bilirdim başımıza gələr. Amma düşünməzdim ki, bir zaman sən nizə başından mənə baxarsan. Düşünməzdim ki, Zeynəb çətin bir hala düşsün, amma sən köməksiz ona baxasan, əlindən bir şey gəlməyə, bacıva yardım eləyə bilməyəsən. Ələ lənətillah aləl qovmiz zalimin, səyələmullezine zələmu iyyəmun qalabin yənqalibun, nəsəlükə Allahümə və nəd'uk, bismikəl azimil əzəm, əl-əzzil cəllil əkrəm, və bil-Hüseyin məzlum, ya Allah, 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 ya Allah. İlahi, dərgahıva uzanan əlləri sinələrimizə naümid qaytarma. Dünya və axirət bizi Peyğəmbər və Əhl-i Beytindən, onların elmindən, məarifindən, ziyarətindən, üqbada şəfaətindən ayrı salma. Xəstələrimizə, yadımızda olan kəslərə, bura cəm olanların xəstələrinə şifayı, acil mərhəmət elə. Qəriblikdə, qürbətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı səhi səlamət edib ailələrinə qovuşdur. Yaddan çıxan duaları barəmizdə müstəcab elə. Bizi dini və İslamı və İmam Hüseyin məktəbinə xidmət edənlərdən qərar ver. Bu məhərrəmi, bu səfəri, bu əza günlərin ömrümüzə sonuncu məhərrəm ayı qərar vermə. İzzət, başucalıq sənin qapındadır, sənə bəndə olmaqdadır. Ölən günə qədər izzətimizi əlimizdən alma. Bizlərə rəhm eləməyənləri bizlərə müsəllət eləmə. Hacəti olanların hacətlərin rəva elə. Övladı olmayanlara salih övladlar nəsib elə.
dünyasında yaşayan valideynlərimiz, ata-analarımız, xüsusən bu məsciddə bizi ilə İmam Hüseyin məclisində iştirak edib, tərk-i dünya olanların ruhun Əba Əbdüllah Hüseynə, Kərbəla şəhidlərinə qonaq elə. Vətənimizin, torpağımızın azadlığı, bütövlüyü uğrunda verilən şəhidlərimizin, 20 yanvar Xocalı şəhidlərin, Qarabağ şəhidlərin ruhun Kərbəla şəhidləri ilə məşhur elə. Allah an verir rəhmi və mərhəmət və izzət və cəlalı və İmam-ı Zaman ağamızı salamət elə. Ağamızın nazənin, hüzünlü qəlbin bizlərdən razı elə. Həzrətin gəlişində günü-gündən təcil qərar ver. Ağamızın salamatçılığına, zuhurunda təcilinə, Kərbəla şəhidlərinə, vətən uğrunda verilən şəhidlərimizə, öz ölənlərimizə, mömin-i möminat cəmiən salavat hədiyyə elə.